2025-ci ildə əsası qoyulan Asmin Holding qısa müddət ərzində Gürcüstanda özünə məxsus yer tutmağı bacarıb. Şirkətin əsas fəaliyyət istiqaməti yüksək keyfiyyətli, dadlı və tam halal qaydalara uyğun yarım fabrikat məhsullarının istehsalıdır. Müasir texnologiyalarla təchiz olunmuş istehsal sahəsində xinkali, pelmeni və blinlər hazırlanaraq dondurulur. Gürcüstan üzrə mağaza və satış məntəqələrinə çatdırılır. Asmin Holdingin istehsalat sahəsi tam sertifikatlaşdırılmış avadanlıqlarla təchiz olunub. Məhsullar hazırlanarkən bütün istifadə olunan inqridiyentlar hava standartlarına tam cavab verir. Bütün komponentlər yalnız sertifikatlı və yoxlanılmış təchizatçılardan alınır. Hər bir məhsul istehsaldan dərhal sonra -25 dərəcə temperaturda dondurularaq soyuducu zəncirin pozulmadan saxlanması və çatdırılması təmin olunur. İstehsal prosesi HACCP və halal sertifikatları ilə müşayiət olunur ki, bu da məhsulların həm sanitar, həm də dini standartlara uyğun olduğunu təsdiq edir. Şirkətin rəhbərliyi üçün əsas prioritetlərdən biri ailələrə sağlam və təhlükəsiz qida təqdim etməkdir. Bu məqsədlə Asmin Holding yalnız halal standartlara deyil, həm də təhlükəsizlik və qida gigiyenasına dair beynəlxalq qaydalara ciddi şəkildə əməl edir. Gürcüstan Müsəlmanlar İdarəsinin halal qrupu olaraq burayı tam yoxladıq, baxdıq. Təbii ki, ilk dəfədir burada. Amma çox məmnun qaldıq ki, doğrudan da ölkəmizdə belə bir gözəl məkan var. Çünki buranın həm əti, həm içinə qarışan bütün malzemələri sırf halal və yerlidir. Halal və təmizliyindən, halallığından, malın ətindən, hər bir şeylə tutmuş və insanların necə çalışdığını müşahidə etmək üçün və ta da sizin evlərinizə halal malın girməsi üçün biz nəzarətə gəldik. Çox şükür Allaha, həmd olsun, heç bir başqa bir problem tapa bilmədik. Hamısı çox gözəl, çox yerində. Məhsullar istehsaldan sonra -22 dərəcədə saxlanılır və xüsusi soyuq zəncirli nəqliyyat vasitələri ilə Gürcüstanın müxtəlif şəhərlərindəki mağaza və satış məntəqələrinə çatdırılır. Şirkət bu mərhələdə çatdırılma sisteminə nəzarəti avtomatlaşdırılmış şəkildə həyata keçirir ki, bu da həm vaxt itkisini minimuma endirir, həm də məhsulun keyfiyyətini qoruyur. Yaxın gələcəkdə Asmin Holding onlayn sifariş platforması və mobil tətbiq üzərindən də məhsul satışına başlayacaq. Beləliklə, müştərilər istənilən vaxt, istənilən yerdə telefon vasitəsilə halal və dondurulmuş məhsulları sifariş edə biləcəklər. Şirkət yalnız istehsal sahəsində deyil, kadr siyasətində də yüksək standartlara üstünlük verir. İşçilərə rəsmi əmək müqaviləsi, tibbi sığorta, nəqliyyat və şəffaf maaş sistemi təqdim olunur. Eyni zamanda şirkət sosial məsuliyyət çərçivəsində yerli əhalinin məşğulluğuna töhfə verir və qadınların iş dünyasına inteqrasiyasına dəstək göstərir. 2025-ci ildə təməli qoyulan bu gənc, lakin iddialı şirkət qarşıdakı illərdə məhsul çeşidini artırmağı, regional bazarlara çıxışı genişləndirməyi və Gürcüstanın halal ərzaq sənayesində liderlərindən biri olmağı qarşısına məqsəd qoyub. Asmin Holding bu ad artıq etibarlı halal məhsul, müasir istehsal texnologiyası və vicdanlı sahibkarlığın sinoniminə çevrilir.